Bismillahirrahmanirrahim. Müqəddəs Quran-ı Kərimi yeni sadələşdirilmiş sürətli üsulla anlama dərslərimizi davam etdiririk. Növbəti kəlməmiz. Ənzəldə bu kəlməni bildiyimiz Qədr surəsindən daha yaxşı bilirik. Nazil etdik, indirdik deməkdir. Və Quran-ı Kərimdə ənzəlna kimi müxtəlif şəkillərdə rast gəlinir. Ənam surəsi 155-ci ayə. Və həzə kitabu ənzəlnəhu mübarəkun vəttəbi'uhu vəttəqu lə'ləkum turhamun. Və həzə və bu kitabdır, ənzəlnəhu onu indirdik, mübarəkun mübarəkdir, vəttəbi'uhu və tabi olun ona, vəttəqu çəkinin Allah'tan təbii ki, lə'ləkum bəlkə sizə turhamun rəhm edilsin. Ayəti Quran-ı Kərimdə 382 dəfə rast gəlinir. Ayə nişanə deməkdir və müxtəlif şəkillərdə rast gəlinir. Lə-əyətə və əyətu, lə-əyəti, bi-əyəti, əyətükə, əyətəyni, əyəti və s. Sad surəsi 29-cu ayə. Kitabu ənzəlnəhu iləykə mübarəkun liyətədəbbəru əyətihi və liyətəzəkkərə ulul əlbəb. Kitabdır, ənzəlnəhu onu indirdik, iləykə sənə, mübarək olaraq, liyətədəbbəru düşünsünlər, əyətihi onun ayətləri haqqında və liyətəzəkkərə və ibrət alsınlar, ulul əlbab, ulul sahibləri, əlbab, ağıl sahibləri də ibrət alsınlar. Əs-səmə, səma bildiyimiz elə səma sözüdür və cəmi səməvat kimi olur. Nur surəsi 35-ci ayə. Allahu nuru səməvati vəl-ərz. Allah nurudur, səməvati göylərin, vəl-ərz və yerin. Bi ön qoşmadır, şəkilçidir, ilə kimi tərcümə olunur və Quran-ı Kərimdə bihim, bikə, bikum, binə və bihə kimi rast gəlinir. Hud surəsi 41-ci ayə. Bismillahi məcrəha və mursəha. Bismi Allahın ismi ilə mərcəha və bu sözdə baxmayaraq ki tanıb da aldığımız görübsə, amma biz bu sözü işlədirik. Məcrəha və məsələn suyun məcrası deyirik. Bax bu söz həmin sözdür. Məcrəha üzüb getməsi və mursəha dayanması. Bu ayə Nuh əleyhissalamın gəmiyə minməsi vaxtı gəmi duasından ibarətdir. Və ləqət and olsun deməkdir. Quran-ı Kərimdə 406 dəfə təkrarlanır. Və qəd və qədih kimi rast gəlinir. Qəmər surəsi 17-ci ayə. Və ləqəd yəssərnəl Qur'anə lizikri və həl min müdəkkir. Və ləqəd and olsun ki yəssərna biz onu asanlaşdırdıq, Qur'anı lizikri zikr üçün, ibrət almaları üçün və həl bu sual ədatıdır. Min dandan şəkilsi müdəkkir. İbrət alanlar, dərk edənlər varmı?
Səbil. Bu yol deməkdir. Quran-ı Kərimdə 176 dəfə təkrarlanır. Səbilis, əs-səbilə kimi rast gəlinir. İnsan surəsi 3-cü ayə. İnnə hədəynəhus səbilə İmmə şəkiran və immə kəfuran. İnna biz hədəynəhu hidayət yolunu göstərdik, hidayət göstərdik, yol göstərdik. Səbilə, səbili, yolu, haqq yolunu. İmmə, əmma elə bu əmma istərsə şəkiran, şükür edən olsun və immə kəfuran, küfür edən olsun, küfür edən. İstər şükür edən, istər nankör olsun. Əhsən, bu əhsən sözünü də təbii ki biz bilirik ki, həsən sözündəndir, əhsən sözünü də biz istifadə edirik. Hud surəsi 7-ci ayə. Liyəbluvakum əyyukum əhsənu əmələn. Li üçün deməkdir. Yəbluvakum imtihan üçün, ona görə üçün əyyukum sizləri əhsənə gözəl əmələ. Ona görə ki, hansınızın əməlinizin daha gözəl olacağını sınasın. Əməllərinizin gözəl olacağını sınasın deyək, biz imtihan olunuruq. Bununla da bu kəlamları yekunlaşdırdıq. İndi isə öyrəndiklərimizi deməyə çalışaq. Ənzəlnə nazil etdik. Ayət, ayə. Əs-səmə, səma, göy. Bi ilə şəkilçisidir. Ləqət, and olsun. Səbil, yol deməkdir. Əhsən, bu da əhsən, gözəllik, həsən sözündəndir. Bununla da dərsimizi yekunlaşdırdıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.